2 dəqiqə gülmək 20 dəqiqəlik gəzinti qədər faydalıdır. Cəmi 2 dəqiqə gülmək 20 dəqiqəlik gəzintiyə bərabər təsir göstərir. Bu nəticə Maryland Universitetinin tibb mərkəzində aparılan araşdırmalarda ortaya çıxıb. Mütəxəssislərin sözlərinə görə gülüş ürək-damar sisteminə yüngül məşqlər kimi müsbət təsir edir. Araşdırmalar göstərib ki, gülüş zamanı qan damarları genişlənir və qan dövranı yaxşılaşır. Bu isə orqanizm toxumalarına daha çox oksigen çatdırılmasına kömək edir və ürəyin fəaliyyətini dəstəkləyir. Eyni zamanda damarların elastikliyi də artaraq ürək-damar xəstəliklərinin riski azalır. Bundan əlavə, gülüş stress hormonlarının səviyyəsini aşağı salır. Uzun müddətli stressin ürəyə mənfi təsiri olduğu məlumdur və gülmək bu təsiri təbii şəkildə balanslaşdırır. Mütəxəssislər qeyd edib ki, səmimi gülüş gündəlik həyatda sadə, lakin effektiv vərdiş kimi həm psixoloji, həm də ürək sağlamlığı üçün faydalıdır.